Hoş geldiniz. Siz de hoş geldiniz. Salam. Salam. Sana prezent. Hoş geldiniz. Allah sırrını versin. Sağ olun. Hoş geldiniz. Sağ olun. Salam. Sağ olun. Hoş geldiniz. Siz de hoş geldiniz. Doğma vətənimizə. Sağ olun. Allah sizi korusun. Allah sizi korusun. Sizi bəylikdə görmək böyük. Hoş geldiniz. Sizi təbrik edirəm. Kəndin bərpa olunması münasibətilə. Eyni zamanda sabah bildiyiniz kimi müstəqillik günüdür. Müstəqillik günü münasibətilə təbrik edirəm. Gözəl bayram ərəfəsində siz doğma torpağına qayıdırsınız. Gözəl hadisədir və əminəm ki, burada həyatınız xoş keçəcək. Doğma torpaqda. Dövlət əlindən gələni edib ki, sizin üçün çox gözəl şərait yaratsın. Çok sağ olun. Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyat yani sahə. Sizin sayenizde. Yani yaşamak için, çalışmak için bütün imkanlar var. Böyle güzel, təbii şəraitdə yaşamaq, öz torpağında yaşamaq əlbəttə ki, əminəm ki, sizin üçün çox xoşdur. Böyük xoşbəxtlikdir. 30 illik erməni işğalına biz son qoyandan sonra dərhal bütün rayonlarda bərpa quruculuq işlərinə start verildi. Erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə yeksan edilmişdir. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın sizin qonşu kəndiniz, vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabuq, Laçın şəhəri. İndi Laçın rayonunda artıq 4 yaşayış məntəqəsi bərpa edildi. Amma ümumiyyətcə bərpa edilmiş şəhər kəndlərimizin sayı 15'e çatdı. Və bütün bunları qısa müddət ərzində eləmişik və işlər də davam etdirilir. Bütün azad edilmiş ərazilərdə geniş miqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar. Bugünə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur, azad edilmiş ərazilərdə. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin. O vaxt bildiyimiz kimi Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdir. Laçının cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olmasından sonra azad edildi. Bir güllə atılmadan həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır. Və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır. May ayı sizin için bayram ayı olacak. 2 kat. Hem müstəqillik bayramı hem bəyliyə qayıtdığınız gün. Ama may ayı Laçınlar üçün faciəvi ay olmuşdur. May ayında Laçın işğala məruz qaldı. Şuşa işğalından 10 gün sonra. O böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi ondan sonraki müharibədəki uğursuzluqlarımızın təməlini qoydu. Çünki Ermənistanla o vaxtki Dağlı Qarabağ bölgəsi coğrafi nöqteyi nəzərdən birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki indi yox oldu. Artıq uzun illər Laçın Xankəndi yolu var, Laçın dəhlizi tarixdə qaldı.
O vaxt bilirsiniz, yani o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Hakimiyyətə can atan o vaxt AXC Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir. Və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər. O da ölkəmiz üçün böyük bəla gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o artıq tarixdə qaldı. Bu tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bugün bütün ərazisində öz suverenliyini bərpa etdi. May ayı bundan sonra ancaq bayram ayı kimi olacaq. Sizin üçün, bizim hamımız üçün. Bizim Demir yumruk sayesinde. Allah demir yumruğumuzu bağışlasın. sağ olun. Bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may Laçının işğal günü, 8 may Şuşanın işğal günü, onlar artıq qaldı tarixdə. Siz yaxşı bilirsiniz ki, işğal dövründə Laçınlar, Şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qəbul edirdilər. Hər il onların dərdinə bu əlavə dərd əlavə edirdi. Amma artıq o günlər yoxdur. Bizim indi 8 noyabr günümüz var, Zəfər günü, bizim 26 avqust günümüz var, Laçının azad olunması günü və Laçının günü kimi qeyd olunur. 23 aprel var. O vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Və təbii ki, 20 sentyabr, bu da bizim böyük zəfər günümüzdür. Bir günlük antiterror əməliyyatın nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu və artıq yeni dövr başlamışdır. Və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra 23-cü ilin sentyabr ayına qədər müxtəlif xarici idarələrdən müxtəlif məkirli təşəbbüslər irəli sürülür. Heç birinin əhəmiyyəti olmadı. Çünki bax dediyiniz kimi dəmir yumruq təbrik edirəm. Xoşbaxt yaşayın. Cenab-ı mən ailəm adına, Dəyəli kəndi adına sizə böyük minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizi canı könüldən deyirəm, Allah Azərbaycan xalqının üstə nəsi eləməsin. Mehriban xanımla qoşa yarın, qoşa yarın. Teşekkür ederim. İndi də gözəl bir mərasimə başlayaq bayram ərəfəsində. Bizim üçün iki qadın. Təbrik edirəm. Allah sağ olun.